Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Dəyərli tamaşaçılar, bu gözəl, mübarək ayda yenidən sizi salamlayıram, xoş gördük. İnşallah ki, yaxşısınız və Allah ibadətlərinizi qəbul etsin. Yavaş-yavaş biz Ramazan ayının ilk 10 günlüyünü tamamlamağa doğru gedirik. Artıq Ramazan ayının 6-cı günüdür və 6-cı gündə mən yenidən sizinlə birlikdə bir ayənin əsasında və ətrafında müzakirə edəcəm və o ayədən olan nöqtələri sizin xidmətinizə çatdıracağım. Hansı ayədir bu? Maidə surəsi 2-ci ayə. Hansı ki, bu ayə Quranın 6-cı cüzündə yerləşir. Allah təbarək və Teala bu ayədə bizə gözəl nöqtələri çatdırır və bizə öyrədir ki, biz necə insanlarla oturaq duraq, necə insanlarla get-gəl edək. Bu Maidə surəsi 2-ci ayədə Allah buyurur: Əuzu billah və bismillah və təəvənu aləl birri və təqva və la təəvənu aləl ismi vəl udvan. Deyir ki, bütün xeyir işlərdə və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyəsiniz. Yəni, Allah Teala ayənin birinci qismində bizi xeyir işlərdə və təqvada, yəni pəhrizkarlıqda, Allahın sevdiyi işlərdə bir-birimizə kömək edib dəstək olmağa dəvət eləyir. Amma ikinci qismində isə bizə nəhy eləyir, yəni çəkindirir bir işdən. Deyir ki, nə badə günahda və həddi aşmaqda, yəni azğınlıqda bir-birinizə kömək etməyəsiniz. Bu ayədən mən sizin nəzərinizə əsas nöqtələri çatdırmağa çalışacağım ki, əvvəla bu ayəni oxuduqdan sonra mən sadəcə bu sözlə başlamaq istəyirəm ki, xoş o kəslərin halına ki, xeyir işlərdə və gözəl işlərdə bir-birinə kömək edərlər, dəstək olarlar. Xoş o kəslərin halına ki, harda xeyir varsa o işlərin ardıcan qaçarlar və harda xeyir işlər görənlər varsa özlərini onlara yetişdirməyə çalışarlar. Allah bizi dəvət edir ki, yaxşılıq və təqvada bir-birimizə dəstək olaq. Günah və təcavüzkarlıqdan çəkindirək bir-birimizi. Və müsəlmanları sanki Allah Teala səsləyərək birliyə dəvət edir. Yəni, ey bəndələrim, ey müsəlmanlar, bir-birinizi xeyir işə dəvət edin, bir-birinizə xeyir işdə kömək edin, günahda bir-birinizə dəstək olmayın. Baxın, xeyir işlərə bir çox nümunələr gətirmək olar. Bugün, əlhəmdülillah, sosial şəbəkələrdə biz yüzlərlə elanlar görürük, yüzlərlə insanların köməklərini görürük ki, əlbəttə etimat etdiyimiz şəxslərdən gedir söhbət və bizdən kömək istəyirlər, hansısa paylaşımı paylaşırlar. Ola bilər ki, bizim maddi durumumuz yaxşı olmasın və onlara maddi dəstək ola bilməyək. Amma ən azından biz maddi dəstək bu cür ola bilərik ki, başqalarından kömək istəyə bilərik və yaxud həmin o köməyin digər insanlara çatdıra bilərik, paylaşımları paylaşa bilərik. Hətta hansısa bir başqa ölkədə biz müsəlmanların səsini eşidiriksə ki, fəryad edirlər, bizdən kömək edirlər, biz onlara kömək etməyin yollarını axtarmalıyıq, dəstək olmalıyıq. Sözsüz ki, birinci öz yaxın ətrafımızdan başlamaq lazımdır. Keçən dəfə də mən bir ayədə, yəni 5-ci cüzdən olan bir ayədə qeyd etmişdim ki, Allah Teala yaxşılığa dəvət edəndə birinci ana ataya yaxşılığa dəvət edir. Daha sonra qonşulara, qohumlara, qonşulara yaxşılığa dəvət edir. Yəni sıralamasını Allah Teala bizə buyurur və qeyd edir. Hətta orada yaxın qonşular və uzaq qonşular söhbəti olur. Yaxın qonşular bizim ətrafımızda olan, məhəlləmizdə olan, İslama əsasən 40 ev o tərəfə, 40 ev bu tərəfə bizim qonşularımız hesab olunurlar və uzaq qonşularda biz bunu başa düşə bilərik, hətta çıxarış eləyə bilərik ayədən ki, yəni ola bilər ki, başqa ölkələrdə olan müsəlmanlar bizdən kömək istəsinlər, biz onlara da köməklərinə çatmalıyıq. Xoş o kəslərin halına ki, onlar hansısa bir ehsan məclislərinin bərpa olunmasında dəstək olarlar bir-birlərinə, hansısa bir sədəqələrin toplanmasında, hansısa bir qocalar evinə, uşaq evinə getməkdə bir-birinə toplaşıb kömək edərlər.
Xoş o kəslərin halına ki, xeyir işlərdə dəstək olarlar bir-birlərinə və hətta qohumlarımız arasında xeyir işlərin bir çox nümunələri ola bilər. Ola bilər ki, hansısa bir kasıb bir qohumumuzun qızı gəlin köçür, ona cehiz lazımdır, cehiz toplanır, anası atasının gücü çatmır. Biz çalışaq ki, qohumları bu işə dəvət eləyək, bir qrup şəklində toplaşaq və xeyir işə dəvət eləyək insanları. Bu cür yollara çəkək və elə insanlarla oturub duraq ki, həqiqətən də onlar bizi xeyrə dəvət edirlər. Amma bunun ayənin digər hissəsində ki, Allah Teala ayədə ism sözünü gətirir və uduvan sözünü gətirir ki, bunlar ism günah mənasındadır və uduvan da həmin o yəni insanların azğınlığı, həddi aşmaq mənasındadır və bu işlərdə də sözsüz ki, bir-birinə dəstək olan insanlar var ki, Allah Teala çağırır ki, bu işlərdə dəstək olmayın. Məsələn, nümunəsi bu ola bilər ki, bugün biz ola bilər ki, bir yerdə toplaşaq, görək ki, hansısa bir bizim tanıdığımız şəxsin abrını aparırlar. Hansısa şəxsin əleyhinə pis işlər görülür, çirkin işlər görülür, planlar qurulur. Mən çox müşahidə eləmişəm indiki zamanda xeyir işlərdən daha çox insanlar şər işlərdə sanki bir-birinə dəstək olurlar. Və yaxud qeybət olunur bir yerdə, böhtan atırlar ki, məsələn, töhmət vururlar. Belə olmasın ki, biz onların yəni günah işinə, onların azğınlığına daha da kömək olaq, təşviq eləyək, dəstək olaq, belə olmasın. Allah Teala məhz bu işdən bizi çəkindirir. Harda belə işlər görsək, gərək bu işlərdən həm uzaq duraq, həm də digər insanları da dəvət eləyək ki, bu işlərdən uzaq dursunlar, insanlara yaxşılıq etməyə çalışsınlar. Və Allah Teala bu ayədə müsəlmanları birliyə dəvət eləyir. Birlikdə məqsəd həmin bu xeyir işlərdə bahəm olmaq, pis işlərdən çəkinmək və çəkindirmək məsələsidir ki, nə badə biz günah iş görən dəstələrə kömək olaq. Hətta bugün məsələn, ola bilər ki, biz kiməsə şər böhtan atılıbdır, baxırıq ki, sosial şəbəkələrdə bilmədiyimiz bir şeydir, amma paylaşılır. Biz onu rahat şəkildə bilib-bilmədən paylaşmayaq, digər insanlara kiminsə abrının aparılmasında kömək etməyək, dəstək olmayaq. Və lakin necə əməl edək? Allahın bizə çatdırdığı ismarca diqqət yetirdik. Lakin bu ayəyə əsasən biz necə əməl edək? Əvvəla birincisi budur ki, xeyir işlər görənlərə etinasız olmayaq. Hardasa gördüksə ki, bir dənə məsələn status paylaşılıb və yaxud kimsə səslənir, məclisdir və yaxud iş yeridir, ya hansısa bir məkandır. Ya zənglə mənə zəng vururlar ki, bir kəsə kömək lazımdır, bəs bunu Allahın dəvəti kimi qəbul edək. Xeyir işlər görənlərə etinasız, səhlənkar yanaşmayaq. Ətrafımızda hansısa kəslər bu işləri görürsə, çalışaq biz də onlara dəstək olaq. Maddi dəstək ola bilmiriksə, mənəvi dəstək olaq ən azından. Misallarını da mən vurğuladım. Məsələn, kiməsə cehiz lazımdır, kiməsə ərzaq köməyi lazımdır, bəzən kommunal xərclər lazımdır. Əsl yaxşılıq və ehsan budur ki, ehtiyaclının ehtiyacı olan şeyi ona verəsən. Bəzən biz elə düşünürük ki, ancaq mən ərzaq alıb versəm yerinə düşər. Yox, bəzən hansısa bir şəxsin cehizə ehtiyacı var, kommunal xərclərini ödəməyə ehtiyacı var, borclarını qaytarmağa ehtiyacı var ki, bunun altından qalxa bilmir. Biz bu şəkildə ona kömək edə bilərik. İkinci növbədə qeybət və töhmət və böhtanlar olan məclislərdən, cəmlərdən, işbirliyi görən şəxslərdən, bu zəminədə işbirliyi görən şəxslərdən qəti şəkildə özümüzü uzaq tutaq və həmkarlıq etməyək. Üçüncüsü isə xeyir işlər görmək üçün kiçik qruplar yaratmaq, ailəmizlə bərabər proqramlar qurmaq, qruplar yaratmaq və toplaşmaq, səmimi şəkildə söhbətlər etmək, proqramlar qurmaq və bu zəminədə dəstək olmaq. Yəni proqramlar qurmaq. Yəni mütləq bizim bu işlər üçün proqramlarımız olmalıdır. Xeyir işlər görmək zəminəsində proqramlarımız olmalıdır. Bəs məhz bu ay mən düşünürəm ki, insanın necə ki cismi paklanır, elmi cəhətdən bu sabit olub, insanın orqanizmi ac və susuz qaldıqca sanki onun bədənindən toksinlər təmizlənir, elmi cəhətdən bu artıq özünü sabit edibdir və xərçəng hüceyrələri məhv olur, müxtəlif xəstəliklərin yəni baş qaldırması aradan gedir.
İnsanın cismi necə ki təmizlənir və paklanır. Bəs bu yüzdəndir ki, insanda ilk 3 gündə ürək bulanması, baş ağrıları, halsızlıq baş verir və daha sonra görürsən ki, insan adət edir buna. Eləcə də insanın az danışdığı, az yediyi üçün insanın ruhu da paklanır. Ruhu da hazırlıqlı olur ki, xeyir işlərə can atsın. Siz diqqət yetirin, hətta yaxşı işlər adəti olmayan insanlar belə bu günlərdə, Ramazan günlərində hansısa bir kəsə axtarırlar ki, ona kömək etsinlər. İftar süfrələri açırlar. Evinə qonaq qəbul etməyən şəxslər belə çalışırlar ki, bir xurma ilə belə olsa iftar süfrələri versin. Və sözsüz ki, bu ay xaric olduqdan sonra da biz bu ruhiyyəni özümüzdə qoruyub saxlaya bilsək və hiss edə bilsək ki, həmişə və hər an Allahın və Allahın höccətlərinin huzurundayıq, o zaman bizim işimiz daha asan olar və davamiyyətli işimizi görərik. Artıq bu ayə barəsində də çatdıracağım nöqtələr sona yetdi. Sabah, yəni Ramazan ayının 7-ci günündə görüşmək ümidi ilə sağ olun, salamat qalın.